Abdullayevlər ailəsi Muxtar Respublikanın ən uzun ömürlü ailələrindən biridir. 65 il bundan öncə, daha da desək, 1960-cı ildə Dərləz mahalının Heşin kəndində ailə quran bu cütlük hazırda Şahbuz rayonunun Ayrınc kəndində yaşayırlar. Abdullayevlər ailəsi 1953-cü ildə Qərbi Azərbaycandan deportasiya olunublar. Bir müddət Saatlı rayonunda yaşadıktan sonra yenidən doğma vətənə qayıdıblar. Elə Nəriman baba və Nigar xanımın da eşq macəraları burada başlayıb. Toyunuz Naxçıvanda olub, yoxsa Qərbi Azərbaycanda olub sizin? Qərbi Azərbaycanda. Ki qayıtdıq oradan, Azərbaycanla Saatlıdan qayıtdıq, gəldik kəndimizə. Orada Hansı kəndə? Heşin kəndinə. Neçə ildir evlisiniz? 65 ildir. Nigar xanımı sevib evlənibsiz? Həmin də xalam qızıdır. Nigar nənə etiraf edir ki, Nəriman babanı əvvəllər sevməyib. Onun dalınca çox düşüb, axırda Nəriman baba onu qaçırıb. Özü də qızı qaçırdığını ailəsindən gizlədib. Nəriman baba ilə harda tanış olubsunuz? Necə oldu sizin bu? Mən heç onunla tanış olmamışam. O məni qaçırdı, aparıb evinə. Harda qaçırtdı? Çöldən, işdən. İşdən qaçırdı. Yəni belə deyim də, o sizi sevirdi, siz onu sevmirdiniz, yoxsa necə? O sevəndən sonra mən də sevəcəm də. Dərələyəz mahalında başlayan və 65 ildir davam edən sevginin bu qədər uzun müddətli olmasının səbəbi isə qarşılıqlı hörmət və sevgidir. Arvadı yaxşı saxlayan kişidir. Arvad da kişini gərək yaxşı saxlayır da, hörmətini saxlayır. Mən də getmişəm işə, o da gedib işə. İkimiz də belə qoşa işləmişik, qazanmışıq, uşaqlarımızı saxlamışıq. Nigar xala sizə necə baxıb? Bizə Aha. yaxşı baxıbdı. Evdən çıxanda məni geydirib, üst başımı düzəldib, yola salıb, getmişəm işə, gələndə də qapının ağzında durur. Qapının ağzında durub məni gözləyir. Neçə evladınız, neçə nəvəviz, neçə nəticəniz var? Deməli 9 uşağım olubdu. Ondan ikisi vəfat edibdi. 5 qızım durur, 2 də oğlum. Neçə nəvəniz var? Nəfərim var. Nəvəniz. Nəvəm qoyum sayacağım. Ağalda tez saydı. 4, ikisi 4. Sayda sevgi var, ona görə çox yaşamışıq. Qeyd edək ki, Nəriman babanın 93, Nigar nənənin isə 88 yaşı var. Ceyhun Məmmədov, Əli Xudiyev, Aytən Verdiyeva, Nərminə Kəmalova, APA TV.